Ata, həyatımızda nə xeyir varsa da, hər bir vəziyyət üçün, sülh üçün, lütf üçün sənə çox-çox minnətdarıq ya Rəbb. Ya Rəbb, qoy hər bir dostum, bacım, qardaşım, seçdiyin, sevdiyin övladlar sənin sevginlə bürünsün. Biz bilirik ki, bu sevgi bizim inamımızı daha da çox alovlandırır. Nə vəziyyət gələcəksə, o yerdən keçmək üçün, ya Rəbb, sənin sevgin, qoy bizi adlatsın ata. Ya Rəbb, sənin sevginlə, sevərək o yerdən addım-addım irəliləyə bilək. Ürəyimizi, ağlımızı, ya Rəbb, İsa Məsih adı ilə ya Rəbb, sabit saxlayırsan ya Rəbb. Heç bir vaxt sən bizi qırağa qoymursan. Sadəcə sənin sevgində yaşamaq, böyümək. Ya Rəbb, o yollarda yürümək istəyirik ya Rəbb. Kömək elə bu yolda bizə ya Rəbb. Kömək elə, bəzən biz çaşırıq. Bəzən bu sevgini itiririk. Bəzən uzaqda qalırıq ya Rəbb. Bəzən narahatçılıqlar gəlir həyatlarımıza, şübhələr gəlir həyatımıza. Qəlbimiz şübhələrlə döyünür. Qoy o zaman hər birimiz sənin əllərinə, sənin ayaqlarına baxa bilək ya Rəbb. Uçarmığı görə bilək. Görə bilək ki, biz kimik? Biz hardan necə qurtulduq? Bizim atamız kimdir? Və o ata bizə hansı vədləri verib və bizi hansı yollarla aparır? Ya Rəbb, bizi idarə elə. Qoy hər birimiz görə bilək ata, ruhda. Ya Rəbb, həqiqətən, artıq biz hər bir şeydən azad olduq. Biz heç bir vaxt dünyanın vəziyyətinə aid deyilik. Həqiqətən imanla yanaşaq ki, İsa Məsih, sən dirildin. Bu elə belə deyil. Bu həqiqətən realdır. Bu bir alovdur, bu bir yaşamdır. Bu yeganə dayanacaq yeridir ki, hansı ki o dayanacaq yeri bizi hər zaman və hər zaman qələbiyə aparır. Əbədiyyatın açarlarını əlimizə verir. Ya Rəbb, qoy hər bir kəs anlasın sənin dirilişin. Qəlbimizi ifadə edir. Üzərimizdə olan qaranlıqları, əsarəti, qüruru, ölümün gücünü bizim üzərimizdən alıb və məhv edib. Qoy bu söz, həqiqətən qalib bir söz, hər bir kəsin həyatını işıqlandırsın. Həqiqətən hamı inansın, işıq gəldi. Qalib gəldi, artıq bizim həyatımızdadır. Bizim həyatımız bu gözəlliklərlə idarə olunur. Qoy hər bir kəs ümidsizliyi, stressi atsın. Artıq utanc ləkəsi hər bir kəs anlasın, bitdi. Mən artıq qaranlıqda yaşamıram. Mən köhnəlikdə yaşamıram. Mən heç bir utancın əsiri deyiləm. Qoy fikirlər, düşüncələr, yaşadığımız, düşündüyümüz həyat tərzi bizə qələbə verə bilsin. İsa Məsih ismi ilə. Düşüncələrimiz ata, qoy bizi arxaya çəkməsin. Qoy ata, bizim həyatımız səninlə alovlansın ki, biz sənin verdiyin bütün vədlərin içində yaşaya bilək. Qoy hər bir kəs zəfər tərifini geyinə bilsin. Ya Rəbb, sən bizə həyat vermək üçün dirildin. Sən bizi yaşatmaq üçün dirildin. Sən bizim həyatımızın hər bir sahəsini tamamilə zəriflətmək üçün dirildin ya Rəbb. Qoy hər bir kəs yenidən itirdiyi ümidə sahib olsun. Heç bir ümidsizlik onların həyatını özünə boğullaya bilməsin. Qoy hər bir kəs pis fikirlərdən, pis siyahıdan artıq üz çevirə bilsin. Qoy həqiqi şəhzadəsinin arxasıca getməyi hər şeydən və hər şeydən üstün tuta bilsin. İsa Məsihin ismi ilə və adı ilə. Qoy bu sabahın gözəlliyi hər bir sənin sevdiyin, seçdiyin övladların üzərinə bərəkət yağdırsın. O torpaq çata sən bizə vəd verdin. Qoy hər bir kəs aldığı bu torpağa şükürlə yanaşsın. Aldığı nəfəsə şükürlə yanaşsın.
Qoy bizim üçün planlaşdırılmış nə varsa, hər bir şey üçün biz Yaradanımıza şükür etməyi bacaraq. O ölü deyil. O sağdır. Ya Rəbb, qoy hər bir kəs gözlərini səndən ayırmasın. O şöhrəti görə bilsin. O buludlardan gələn o şöhrətin qayıdacağına tam əminliklə inana bilsin. Ya Rəbb, Ya Rəbb, qoy hər bir kəs anlasın. Mən həqiqətən Yaradanımı yenidən görəcəm. Onunla üz-üzə gələcəm. Ya Rəbb, Ya Rəbb, qoy bu yer üzərində, o hökmranlıqda bütün bacı qardaşlarım iştirak edə bilsin. Sənin yanında, Ya Rəbb. Ya Rəbb, qoy hər bir kəs həyatında nə varsa, hər bir şeyi atıb sənin sadiq gücünə, sadiq qüvvənə tamamilə bağlana bilsin. Ya Rəbb, qoy hər bir kəsin həyatında bu söz tamamilə yerinə yetə bilsin. Mərhəmətin, lütfün altında xoş bir həyat yaşaya bilsin hər bir bacı qardaşlarım. İsa Məsih adı ilə səndən diləyirəm, Ya Rəbb. Sənin qarşıva gətirirəm. Sənin canlı, diri əllərinə verirəm, Ya Rəbb. Bu sabahın gözəlliyini, bu sabahın yenilənməsini diləyib və istəyirəm ki, hər kəsin həyatı dəyişilsin. Hər kəs ata, qoy ata, bu gözəllikdə, bu xeyir-duada gəzə bilsin. O Yaqubdan verilmiş vədlər, miraslar tamamilə hər kəsin həyatında bərpa olunsun, Ya Rəbb. Çünki sənin ağzın demişdir. Mən vəd vermişəm, söz vermişəm. Həqiqətən ağzından çıxan hər bir söz, hər bir kəsin həyatına ləzzət versin, zövq versin, sevinç versin, məmnunluq versin. Ya Rəbb, sənə şükür olsun. Sənə şükürlər olsun, ata. Sənin kəlamın necə ki deyir. İman olmadan onu razı salmaq qeyri-mümkündür. Hər bir kəs Allah'a yaxınlaşan inanması lazım. Onu axtaranlara sən mükafat verirsən. Qoy bu xeyirdanı, bu mükafatı, bu vədlər hər bir kəsin həyatında yerinə yetsin. Qoy hər bir kəs həqiqi bir ləzzəti yaşaya bilsin. Həqiqi ürəyinin istəklərinin yerinə yetəcəyinə tam əminliklə inana bilsin. Sənə şükür olsun, Ya Rəbb. Minnətdarıq sənə. Hər şeyə görə biz sənə minnətdarıq. Ya Rəbb, qoy hər bir kəs xidmətlərini, etdikləri işləri tamamilə sənə buraxa bilsin və səninlə yol gedə bilsin. Boş rüyalardan, boş cismanilikdən azad olub sənin yenilənməndə, sənin yüksəlişində, sənin xidmətlərində daha da səylə irəli gedə bilsin deyə dua edirəm. İsa'nın ismi ilə. Sənə şükür olsun, ata. İzzət olsun ki, sən bu müqəddəs yazılar vasitəsilə bizim gözlərimizi açmısan. Sən bizim gözlərimizə elə bir çıraq vermisən ki, bu gözlər artıq səni görə bilir. Artıq sənlə gedə bilir. Sənlə yaşaya bilir. Minnətdarıq sənə. Ata, oğul, müqəddəs ruh naminə. Amin.